Xatəmən Nəbiyyin deyirlər, düzdür? Allah Teala. Yəni nəbilərin sonuncusudur. Bəziləri deyir ki, ayədə demir rəsulların sonuncusudur. Deyir nəbilərin sonuncusudur Allah Teala. Və deyir mən rəsulam. Mən nəbi demirəm ki özüm, mən rəsulam. Var deyirlər, elə deyilmi? Baxırsan deyir ki, Quranda məyər var ki, elə bir ayə ki, rəsulların sonuncusudur Muhammed sallallahu əleyhi və səlləm. Yox, deyir nəbilərin sonuncusudur. Mən nəbi deyiləm, mən rəsulam deyir. Var elələri. Və birincisi bilmək lazımdır ki, yəni rəsul nəbi olmamış ola bilməz. Hər rəsul nəbidir və hər nəbi rəsul deyil. Aydındır? Yəni rəsuldursa qardaş, bu mütləq bu nəbi olmalıdır. Nübüvvə olmalıdır bunda. Deməli Allah Teala nübüvvəti yəni xatəmən nəbiyyin deməklə, nəbilərin sonuncusu deməklə rəsul min babil əvlə deyirlər. Yəni rəsul vəbşi ola bilməz. Elə bir ki, bir dənə misal gətirim. Bax, qardaş namaz qılır, 2 rükət namaz qılır. Mən də qardaşa deyirəm ki, onun dəstəmazı yoxdur. Dəstəmaz səhih deyil, dəstəmazı yoxdur. Bu nə deməkdir? Bu deməkdir ki, o namaz da batildir. Elə deyilmi? Biri deyə bilərmi ki, yəni o demədi ki, namazı yoxdur, dedi ki, dəstəmazı yoxdur. Aydındır? Bu da bir misal olaraq bu məsələyə gətirdim. Yəni bəziləri belə deyir, amma məsələ o deyil.